Salam değerli izleyiciler. Bu Venezuela meseleleri hakkında bazı mülahizələri sizinlə bölüşmək qərarına gəldim. Əlbəttə, qlobal miqyasda bütün beynəlxalq ictimaiyyətin, bütün dünyanın diqqət mərkəzinə düşən çox nadir və unikal hadisələrdən biridir. Hansı baxımdan bir ölkə başqa bir ölkəyə hərbi müdaxilə edir. Yəni faktın təsviri budur. Orada prezidenti götürür, həbs edir və aparır öz ölkəsində, yəni müdaxilə edən tərəfdə mühakimə üçün, istintaq üçün rəsmi, yəni təcavüz edən dövlətin rəsmi arqumentlərinə görə həmin ölkənin, təcavüz olunan ölkənin prezidenti çoxlu sayda cinayətlərdə, o cümlədən narkotik maddələrin istehsalı və toptan və pərakəndə satışında qlobal miqyasda ittiham olunur. Orada bir sürü başqa cinayətlər də var. İnsanların qətli falan, yəni insanlığa qarşı, insana qarşı cinayətlər də bilirsiniz, hər halda bütün ölkələrin cinayət məcəllələrində ən ağır cinayətlərdəndir. Bu fakt bir mənalı əlbəttə qarşılanmır. Hətta Azərbaycan sosial şəbəkələrində də müxtəlif tərəflərə ayrılıb insanlar mühakimə edirlər və yaxud təqdir edirlər Amerika Birləşmiş Ştatlarının bu davranışını. Yəni faktın tərtəmiz təsviri bundan ibarətdir. Yəni Amerika Birləşmiş Ştatları təcavüz edir, Venezuelaya hərbi müdaxilə edir. Fəaliyyətdə olan saxta və yaxud qeyri-saxta dəxli yoxdur. Prezidenti götürür, aparır, həbs edir. Və bu açıq, bütün dünyanın gözünün qarşısında. Belə ilk baxışdan əlbəttə ittiham olunmalı, kifayət qədər tənqid olunmalı bir hadisədir. Hətta Amerika Birləşmiş Ştatlarının özündə də indiki müxalifət, Demokratlar Partiyası, onun senatorları, konqresmenləri, onun tərəfdarları, onun arqumentlərindən çıxış edən siyasətçilər, politoloqlar bu Trump'ın bu davranışlarını mühakimə edirlər və Amerika Birləşmiş Ştatları dövlətinin belə bir sanksiyalaşdırılmamış həm yerli dövlət orqanları ilə, o cümlədən senatla və konqreslə, həm də müttəfiqləri ilə, mümkün müttəfiqləri ilə, potensial və real müttəfiqləri ilə heç bir məsləhət, məşvərət aparmamış, plan tərtib etməmiş belə bir presidenti təkrar etməsinə, yeri gəlmişkən təkrar etməsinə ifadəsini də yadınızda saxlayın. O qədər də çox elə dərhal da deyim ki, bu cür buna bənzər hadisələr bir neçə dəfə olub. Latin Amerikası ölkələrində də olub, yaxın şərqdə, məsələn, Saddam Hüseyn təxminən aşağı yuxarı buna bənzər ssenari ilə götürülmüşdü. Liviya diktatoru Muammar Gaddafi buna bənzər ssenari ilə hakimiyyətdən devrilib. Orada da hərbi müdaxilə və inqilab üst-üstə düşmüşdü və yaxud üst-üstə salınmışdı kimi belə mənzərələr var. Amerika Birləşmiş Ştatlarında əks fikir bundan ibarətdir ki, dediyim kimi, bu bir dövlətin başqa dövlətə sanksiyalaşdırılmamış hərbi təcavüzüdür və təqdir edilə bilməz. Amerika administrasiyasında özünə görə arqumentləri var. Yəni, bu vaxta qədər baş vermiş bütün çağırışlar, bütün belə deyək, destruktiv fəaliyyətdən yayınmaya yönəlik xəbərdarlıqlar, hətta sanksiyalar daxil, uzun illər ərzində tətbiq edilən və davam edən sanksiyalar daxil, bütün bu cür təzyiqlər heç bir nəticə vermədiyinə görə hərbi müdaxilədən başqa heç bir alternativ yolun qalmadığını iddia edir Amerika Birləşmiş Ştatlarının dövləti. Bu ümumi mənzərədir. Mən Azərbaycan sosial şəbəkələrində hətta ona da rast gəlirəm ki, bir çox adamlar Venezuela müxalifətini də qınayırlar ki, onlar istənilən başqa ölkənin, dəxli yoxdur, Amerikadır, yoxsa qeyri-Amerikadır, öz ölkələrinə təcavüzünü alqışlamaqda az qala vətənə, dövlətə, millətə xəyanət mövqeyini tuturlar. Bu cür yanaşmalar da var.
Amma dəyərli izləyicilər, mən əlbəttə burada kifayət qədər praqmatik maraqların olduğunu deyə bilərəm. Müxtəlif adamlar neft faktorunun və neft bazarı üzərində Amerika Birləşmiş Ştatlarının hakimlik planları və iddiası faktorunu da kənara atmıram. Latin Amerikasında Amerika Birləşmiş Ştatlarının ehtimal edilən oyunlarından kənar ssenari üzrə hərəkət edənləri bağışlamaq istəmədiyini də argument kimi qəbul edirəm. Bütün bunlar hamısı var. Amma bir də zəif tərəflər var. Yəni zəif tərəflər deyirkən onu nəzərə alıram ki, Venezuelanın rəsmi dövlət orqanlarının, o cümlədən prezidentinin özünə qarşı belə bir davranışı rəva görə biləcək nəticəni yaratmaq üçün israrla həmin bu dünənki olaylara yaxınlaşması bir zəiflikdir. Adına əlbəttə onun da öz tərəfindən, öz aləmindən praqmatik siyasət demək olar, amma praqmatik siyasət axırı gətirib belə bir nəticəyə çıxarırsa, deməli o kifayət qədər praqmatik deyilmiş və bütün mülahizələri, bütün mümkün və negativ nəticələr doğurmayacaq mülahizələri nəzərə almadığını göstərir. Bir də Amerika Birləşmiş Ştatlarının həm özünün, həm də Trump'ın bu son qərarını dəstəkləyənlərin də bir argumenti var ki, orada insan haqları dəhşətli dərəcədə pozulurdu. Bu doğrudur və bəli belədir. Maduro və onun komandası çox ağır korrupsiyaların, ağır qiymətləndiriləcək cinayətlər kimi xarakterizə olunan korrupsiyanın içindəydilər. Və bu bütün nəinki qitənin, hətta planetin, yer kürəsində olan çoxlu sayda dövlətlərin qidalandırdığı korrupsiya şəbəkəsinin gücləndirici faktoruydu. İqtisadi cinayətlər var. Bayaq dediyim kimi çoxlu sayda qətillər var. Bu Maduro rejiminin öz əleyhdarlarına qarşı törətdiyi dəhşətli cinayətlərin bir seriyasıdır. Bütün bunlar var əlbəttə. Orada yəni belə götürsək, həm pozitiv, həm də negativ cəhətdən qiymətləndirə biləcəyimiz bir məsələ var. Beynəlxalq hüquq məsələsi bir kənara atılıb, bu da bir faktdır. Amma eyni zamanda insan haqları bəyannaməsi deyilən, beynəlxalq insan haqları bəyannaməsi deyilən bir sənəd var və o sənədi imzalayan dövlətlərin insan haqlarına sayğısı birinci zərurət kimi tələb olunur. Bu da həmin o beynəlxalq hüquq normalarının Venezuela tərəfdən pozulmasını sübut edən və göstərən dəlillərdən biridir və ümumiyyətlə insan haqları son beynəlxalq hüquq mülahizələrinə görə heç bir dövlətin daxili işi sayılmır. Baxın, bu həm də bir başqa aspektdən də özünü göstərir. Azərbaycan da daxil olmaqla çoxlu sayda avtoritar rejimlərdən demokratik ölkələrə çox böyük mühacirət axını var və bu mühacirət axını ilk baxışdan özünü nə ilə argumentləşdirir? Siyasi mülahizələrlə ki, bəli, biz siyasi mülahizələrlə baskılar altında olmuşuq, təqiblər altında olmuşuq, həbs və ölüm təhlükəsi altında olmuşuq. Ona görə də öz ölkəmizdə yaşamaq imkanımız tükəndiyinə görə dünyanın insan həyatına və insan haqlarına təminat verən ölkələrinə mühacirət etməyə məcbur olmuşuq və bu axın çoxdur, çox böyükdür. Məhz bu baxımdan da götürəndə insan haqları praktik olaraq qlobal problemdir. İnsan haqlarının pozulması praktik olaraq bütün dünyanın diqqət mərkəzində, hətta qanunlar şəklində, beynəlxalq qanunlar şəklində nəzərə almalı olduğu bir məsələdir. Ona görə ki, mühacirət axını özü özlüyündə hansısa bir insan selinin bir yerdən başqa yerə axması deyil. Eləcə də bu mühacirət axınını qəbul edən ölkələrin qarşısında bir çox sosial, iqtisadi vəzifələr də müəyyən edir. Onların qarşısında hansısa öhdəliklər qoyur və problemlər yaradır. Söhbət milyardlarla dollar və yaxud evro vəsaitin
həmin ölkələr tərəfindən nəzərdə tutulmayan istiqamətlərə məcburən zəruri olaraq xərclənməsindən gedir. Bu da belə deyək, mühacir axınını qəbul edən ölkələr üçün iqtisadi sürprizlər belə yarada biləcək səviyyədədir. Ona görə də insan haqları məsələsini də heç bir halda kənara qoya bilməzsiniz və bu çox ciddi argumentlərdən biridir, dəyərli izləyicilər. Bir də mən bayaq dedim ki, bu Maduro'nun taleyi istisna hal deyil. Buna qədər də bir neçə dəfə olub və bəzi misallar da çəkdim. Səddamdır, Qəddafidir. Buna bənzər bir çox indi bədahətən yadıma düşənlər var, düşməyənlər var. Yerli inqilablar nəticəsində də həbs olunan Mugabe'dən üzü belə, Mursi'dən üzü belə prezidentlər var. Qiyam olur, inqilab olur, adamları həbs edirlər, götürürlər. Baxmayaraq ki, yerli qüvvələrdir. Orada da hər halda belə deyək də bir fəaliyyətdə olan prezidentin işdən alınıb həbs olunması və mühakimə olunması faktı bir hissə olaraq var. Bu cür ölkələrin hamısı, dəyərli izləyicilər, və yaxud mütləq əksəriyyəti, hamısı deyə biləcəyimiz qədər əksəriyyəti insan haqlarına sayğı duymayan ölkələrdir. İnsan haqlarına sayğı duymayan rejimlər özlüyündə, bir rejimin mahiyyəti budur deyib üstündən keçə bilməzsiniz. Həmin ölkədə bütün humanitar prosesləri tıxaclayan rejimlərdir. İndi dünyada bilirsiniz, bu dünyanın bir tərəfindən o tərəfinə getmək üçün bir Boeing təyyarəsinin sürəti qədər müəyyənləşdirə biləcəyiniz məsafə var. Əvvəllər adamlar piyada və yaxud atla, eşəklə gedəndə ümumiyyətlə yer kürəsinin bu ucundan o ucuna getməyi təsəvvürlərinə belə gətirmirdilər. O zamanlar yəni belə bir uzaq olub ölkələr bir-birindən. Amma indi elə bir uzaqlıq olanlar yoxdur. Məsələn, Venezuela dünyanın o tərəfində və dünyanın bu tərəfindəki Çinlə hansısa alyansa gedib Çinlə böyük kreditlər alır, Çin şirkətlərinin ölkəsini qəbul edir. Və bu, belə deyək, xüsusi fiziki, praktik baxımdan təəccüblü qarşılanmır da. Çünki məsafə qısalır, sürət məsafəni qısaldıb və planeti indiki terminlə desək qloballaşdırıb. İstər pozitiv təcrübələr, istərsə də negativ təcrübələr həmin bu qloballaşmanın fonunda çox sürətlə yayılır. Ya planetin ümumi siyasi mənzərəsini insanlar üçün korlayır, ya da onu elə insanlar üçün də yaxşılaşdırır. Trumpla bağlı məsələ aydındır. Trumpa zaten münasibət bir mənalı deyil. Trumpın özünün də avtoritar meyilləri olan bir prezident kimi xarakterizə edilməsi də sizin üçün gözlənilməz rəy və yaxud mülahizə deyil. Onun da belə bir xarakterik xüsusiyyətləri var. Elədirmi? Var yəni. Belədir bu məsələlər. Amma dəyərli izləyicilər, baxın, mən bir neçə dəfə ən müxtəlif çıxışlarımda, danışıqlarımda demişəm ki, bu dünyada qeyri-sabit ölkələr o ölkələrdir ki, o ölkələrdə rejimlər insan haqlarına tüpürmək belə istəmirlər, insanların haqlarını tapdalayırlar və həmin ölkələrdə hamısında demək olar ki, korrupsiya tüğyan edir, seçkilər ignor edilir, ya saxtalaşdırılır, ya da ümumiyyətlə çox əhəmiyyətsiz şəkildə cəmiyyətin ictimai siyasi həyatının bir küncünə atılır. Zibillik kimi. Azərbaycanda aşağı-yuxarı məsələn belədir. Azərbaycana bənzər də bir çox başqa ölkələr var. Bu cür ölkələr sabit ölkələr deyil, dəyərli izləyicilər. Venezuela da həmin bu ölkələrin sırasındaydı. Yəni bir ölkəyə baxanda bu rejimin sonu nə zaman çatacaq? Bu rejimin sonu yerli proseslərləmi, yoxsa xarici təsirlərləmi mütləq və mütləq sona çatmalıdır qənaəti yaranırsa, o ölkələrdə əlbəttə sabitlikdən heç bir söz gedə bilməz. Mən, məsələn, Avropanın çox balaca bir neçə ölkəsini götürə bilərəm də, misal üçün yəni. Lüksemburg, Niderland, Danimarka, bu cür ölkələr və yaxud İsveçrə, xırda ölkələrdə, elədirmi? Amma bu ölkələrin yerli ictimai rəyində
bu rejim mütləq getməlidir qənaəti həmin ölkələrin ictimai rəyinin 1% belə deyil. İnsanların siyasi aktivliyi var. Siyasi aktivlik və siyasi haqlar qanunlarla qorunur, qanunlarla təminat altındadır. Bir partiya gəlir hakimiyyətə, insanların xoşu gəlmirsə, növbəti seçkilərdə də ona səs vermirlər, başqasının hakimiyyəti gətirirlər, onunla davam edirlər. Siyasi hakimiyyətin dəyişmələri var. Orada siyasi proseslərin önündə tıxac yoxdur və bu tıxacın olmaması tərəqqinin qarşısını almır. Tərəqqiyə meydan verir və o cəmiyyətlər də, o dövlətlər də çox böyük sürətlə inkişaf edirlər. Bəşər sivilizasiyasının olduqca mühüm və böyük adlandıra biləcəyiniz gəlişmə faktlarına imza ata bilirlər. Amma Venezueladır və yaxud Azərbaycandır və yaxud Səudiyyə Ərəbistanıdır. Bu cür bir çox ölkələr var. Həmin ölkələrdə bəşər sivilizasiyasının yalnız, belə deyək də, istehlak tərəflərində hansısa töhfələr ola bilər. O da hələ məlum oldu ki, məsələn, Azərbaycanda idxal-ixrac əməliyyatları ilə məşğul olan, bunlar bir qayda olaraq Prezident İlham Əliyevin ailəsinə aid olan və yaxud onlardan lisenziya alan şirkətlər olur. Ölkəyə elə uzun illərdir palma yağını daşıyıb yedizdirirlər Azərbaycanlılara, baxmayaraq ki, həm Azərbaycanda, həm də bütün dünyada mütəxəssislər həyəcan siqnalı qaldırırlar ki, bu palma yağı deyilən nəsnə insan orqanizmi üçün olduqca zərərli məhsuldur və bunu qida kimi istifadə eləmək olmaz. Mən dünən barədə qısa bir video hazırladım. Mütəxəssis rəyi bu, həmin fəsadların heç faizlə nəzərə ala bilməyəcəyiniz qədər kiçik və cüzi bir hissəsidir. Çox böyük, daha dəhşətli cinayətlər var. Bir rejim mövcud olduğu ölkənin əhalisi tərəfindən simpatik deyilsə, ifadə olunan simpatik fikirlər belə qorxunun və yaxud hansısa xüsusi merkantil maraqların ki, onu da elə həmin maraqları da qorxu və rejimin zəhmi yaradır, təsiri altında hansısa pozitiv fikir elementləri varsa, o ölkələr sabit rejimli ölkələr sayıla bilməz. Bunu bu abzasın, belə deyək, sonu kimi deyim. Bu baxımdan Nikola Maduro özünün sonunu həmin bu korrupsiyaçı seçki saxtakarlığı üzərində qurulan, insanlara qarşı cinayət modunda fəaliyyət göstərən bir sistemin rəhbəri olaraq and içib qəsəm eləyib hakimiyyətini başladığı və davam etmək əzmində olduğunu bəyan edəndə gətirib, özü üçün yazıb. Bu proses uzana da bilər. 10 il, 15 il, gördüyünüz kimi 20 il. Bunlar Venezuelada nə zamandan hakimiyyətdədirlər? Məsələn, bildiyim qədər 1999-cu ildə Hugo Chavez hakimiyyətə gəlib, 2013-cü ildə yaz ayları idi, mart və yaxud aprel ayı öldü. Onun yerinə gəldi o zaman Chavez'in müavini olan Maduro və indiyə qədər 99-dan 2025-ci ilə qədər, yəni 26 ildir ki, Birləşmiş Sosialist Partiyası da səhv eləmirəmsə, bu adla fəaliyyət göstərən Venezuelanın hakimiyyət partiyası bütün seçkiləri saxtalaşdıraraq və bütün seçkilərin hətta məğlub olduqları şübhə doğurmayan nəticəsini bir qırağa tullayaraq, rədd edərək zor gücü ilə hakimiyyətdə qalır. 1999-cu ildən Hugo Chavez'i hələ biraz qırağa qoyaq, çünki Hugo Chavez'in doğrudan müəyyən qədər fanat kütləsi də vardı. Adamın bir inqilabçı obrazı vardı. Bu Venezuela əhalisinin bəlli bir kəsimində simpatiya yarada biləcək hansısa xarizmatik keyfiyyətlərin daşıyıcısı idi. Baxmayaraq ki, o da
avtoritar lider idi. Amma Maduro'nun heç zaman hətta hakimiyyətə gəldiyi Chavez'in ölümündən sonraki zamanlardan ta indiyə qədər simpatik tərəfdar göstəricisi olmuyor. Belə Chavez'dən miras qalan bir siyasi mexanizm onun hakimiyyətini qoruyub, saxlayıb və hər ildə, hər ayda daha artıq negativlər doğurmaqla, negativləri də necə doğura bilərsən ki, yəni idarə etdiyin cəmiyyətə qarşı cinayətlərin artdıqca negativləri yarada bilərsən, elədirmi? Bu cinayətlər necə yaranır? Niyə məsələn deyirlər ki, Nikola Maduro yer kürəsinin ən müthiş korrupsionerlərindən biri idi. Bilirsiniz, dəyərli izləyicilər, yəqin müxtəlif hər halda qaynaqlardan oxumusunuz bu günlərdə də, bu saatlarda da oxuyursunuz ki, Venezuela kəşf olunmuş neft yataqlarının, neft ehtiyatlarının həcminə görə dünyada birinci yerdədir. Bu baxımdan deyirlər ki, Amerika Birləşmiş Ştatlarının orada neft maraqları vardı və yeri gəlmişkən dərhalda deyim, əlbəttə vardı. Əlbəttə vardı. Bir dövlət, Amerika boyda hələ bir dövlət sadəcə olaraq hansısa platonik düşüncələrlə bir başqa dövlətin ərazisinə belə müdaxilə edib, orada prezidenti götürüb öz ölkəsinə aparıb həbs etməsi. Orada hansısa sırf pragmatik maraqlar da olmalıdır və bunun neft maraqları da onun tərkibindədir. Bunu zaten bayaq da dedim. Amma söhbət indi gedir Maduro'nun cinayətlərindən, elədirmi? Və konkret olaraq korrupsiya cinayətlərindən və bu korrupsiyanı mən ayrı-ayrı istiqamətlər üzrə sadalayacağım. Lütfən siz yaşadığınız ölkədəki korrupsiya istiqamətləri ilə müqayisə eləyin. Axırda deyəcəm nəyə görə müqayisəni məsləhət görürəm. Birinci, dövlət neft şirkəti korrupsiyanın, yəni Maduro korrupsiyasının əsas qaynaqlarından biri Venezuela'nın dövlət neft şirkətidir. Orada neft gəlirləri həmin bu 10 illər ərzində dəhşətli dərəcədə böyük vüsətlə mənimsənilib. Orada neftin qanunsuz satışı, yəni vergi gəlirlərindən kənar dövlət gəlirləri nəzərə alınmadan mənimsənilməsi Maduro və onun komandasına daxil olan ayrı-ayrı adnanlar, rövnəqlər tərəfindən. Bu adlar əlbəttə Venezuela insan adları sistemində yoxdur, amma orada hansısa Nikola'dan var hər halda. Neft şirkəti, Venezuela'nın dövlət neft şirkəti Maduro'nun korrupsiyasında birinci yer tutur. Növbəti əhəmiyyətli yer tutur. Dövlət qida proqramı, xüsusilə həmin bu sanksiyalar ki, şiddətlənib Venezuela'ya qarşı, orada sosial proqram vasitəsilə dövlət subsidiyalı qida məhsullarının əhaliyə güya paylamaları şəklində həyata keçirilib. Amma burada çox müthiş korrupsiyanın olduğu bu həmişə qeyd alınıb. Məsələn, xammalı ucuz qiymətə alaraq dövlətə baha satıblar. Nə bilim, qida idxalında korrupsiya var, satışında korrupsiya var, qeyri şəffaf və açıq-aşkar korrupsiyanın tətbiq edilməsi ilə həyata keçirilən tenderlər var. Bunların hamısını müdaxilə eləyin, yadınızda da saxlayın. Mən Azərbaycandan deyil, Venezueladakı korrupsiya istiqamətlərindən, Maduro'nun nəzarəti altında olan korrupsiya istiqamətlərindən danışıram. Üçüncü mühüm istiqamət olub dövlətin idxal etdiyi qida və dərman sektoru, əsasən dərman sektoru, qida məsələsini dedim. Yəni, dərman biznesi eyni ilə Azərbaycanda olduğu kimi orada da monopoliya altında olub və bu biznesi yürüdən şirkətlər əlbəttə Maduro'nun şirkətləri olub, Maduro'nun komandasına məxsus olan şirkətlər olub. Mən müqayisə eləyin deyəndə yəqin artıq fərqindəsiz ki, nəyə görə bunu müqayisə etmək lazımdır. Çox mühüm, mən neft istehsalını falan dedim, amma bir də neftin satışı
satışı üzərində qurulan müthiş korrupsiya mexanizmi burada kölgə neft tankerləri donanmasının təşkil olunmasından tutmuş, işlək sanksiyalardan sui istifadə edərək satış qiymətlərinin qeyri-şəffaf şəkildə müəyyənləşdirilməsi və mənimsənilməsindən söhbət gedir. Çox ciddi korrupsiya istiqamətlərindən biri, həm də əlbəttə Maduroya qarşı yetərincə ciddi itham argumentlərindən biri narkotika trafiki ilə bağlıdır. Narkotrafiklə və təbii olaraq narkoterrorizmlə bağlıdır. Çox ciddi korrupsiya istiqamətlərindən biri qeyri-qanuni mədənçilik və qızıl ehtiyatlarının mənimsənilməsi ilə bağlıdır. Orada da əlbəttə qızıl faydalı qazıntı yataqları, qızıl filan müxtəlif mineral resursların mənimsənilməsi üzərində qurulan nəzarətdən kənar, ictimai və dövlət nəzarətindən kənar. O yerdə ki, ictimai nəzarət yoxdur, o yerdə ki, dövlət nəzarəti də yoxdur, buna əmin ola bilərsiniz. Bu istiqamətlər Venezuelada, bu saydığım 6 istiqamət, Venezuela hakim komandasının və şəxsən Maduro'nun, prezident Maduro'nun ən iri gəlirlər yaradan, qanunsuz gəlirlər yaradan korrupsiya istiqamətləridir, dəyərli izləyicilər. Hansısa ölkəyə bənzəyirmi? Yəni, sizdə hansısa assosiasiya doğururmu bu istiqamətlər? Bir də sonradan həmin parçanı geriyə çəkib dinləyib, özünüz üçün nəticələr çıxara bilərsiniz və nəticənin çıxarılmalı olduğu çox mühüm istiqamətlərdən biri də Venezuelada hakimiyyətdə olan 1999-cu ildən indiyə qədər hakimiyyətdə olan və yaxud hakimiyyətdə olduğu deyilən siyasi partiyadır. Bu cür rejimlərdə siyasi partiya bufer rolunu oynayır açığı. Yəni Azərbaycanla da müqayisə edə bilərsiniz. Azərbaycanda yapın dövlət idarəetməsində nə qədər iştirakı varsa, güman edirəm ki, Venezuelada hakim Sosialist Partiyasının iştirakı bir qədər artıq olub. Onun da bəlli səbəbləri, göstəriciləri var, onu da çalışacağım izah edeyim. Hansı argumentlərlə izah etmək olar? Hər halda Venezuelada saxtalaşdırılsa da seçkilər, dəyərli izləyicilər, biz müxtəlif mərhələlərdə orada çox böyük seçki ajitajlarının yaşandığını görmüşük. Venezuelada bütün demək olar ki, seçkilər, həm yerli seçkilər, həm parlament seçkiləri, həm prezident seçkiləri açıq təmaslarla müşayiət olunan ayrı-ayrı namizədlərin və partiyaların kütləvi və izdihamlı aksiyaları ilə müşayiət olunub. Biz onu zaman-zaman görmüşük. Bu həm sosial şəbəkələrdən, həm beynəlxalq mediadan. İndi internet əsrində hər halda internetdən belə görüntülər tapıb siz də bir daha baxa bilərsiniz, müqayisə edə bilərsiniz. Amma nəticəni təbii indi saxtalaşdırıblar. Onların da məzahiri belə işləyib. Azərbaycanda bu sistem belə işləyir ki, və yaxud belə işləmir ki, seçki prosesinin özü maksimum məhdudlaşdırılıb, insanların, namizədlərin və yaxud seçki kampaniyasına qoşulan partiyaların küçə və meydanlarda açıq təmasları, vətəndaşlarla görüşləri, təmasları, vətəndaşların mitingi, izdihamı qarşısında çıxışları faktiki olaraq qadağan edilib. Orada o qadağan edilməmişdi və bu proses açıq buraxılırdı, qismən açıq, yəni tamamilə də belə açıq deyildi. Amma qismən orada məhdudiyyətlər vardı, amma tamamilə yığışdırılmamış. Amma seçki komissiyası da və yaxud prezident administrasiyası da son nəticəni öz əli ilə yazırdı ki, burada Maduro qalib gəlib və yaxud Maduro'nun partiyası qalib gəlib və qalib gəlmiş, real qələbəni qazanmış müxalifət liderini və yaxud müxalifət namizədlərini də atırlar ikinci, üçüncü yerlərə.
bu partiyanın ne qədər sayının, üzvlərinin nə qədər sayının olduğunu da mən sizə deyə bilərəm. Orada dəqiq açığı rəqəmləri müəyyənləşdirmək də çətindir. Çünki bir qayda olaraq bu cür rejimlərdə statistika saxtakarlığı üzərində qurulur. Necə Azərbaycanda statistika saxtakarlıq üzərində qurulub, eləcə də Venezuelada və yaxud bunlara bənzəyən bütün rejimlərdə. Amma hər halda müxtəlif rəqəmlər var. Venezuelanın əhalisi nə qədərdir? Səhv eləmirəmsə 30 milyona qədərdir. Azərbaycandan bir 3 dəfə artıq 28, 29, 30 nəsə bu ətrafdadır. Dəqiq bəlkə də heç kim bilmir. Çünki Venezueladan o qədər çoxlu sayda və sürətli insan axınları olur ki, həm qonşu Latin Amerikası ölkələrinə, həm Amerikaya, yəni əhali kasıblıqdan, siyasi təqiblərdən, acından ölməmək üçün çox böyük axınlarla qaçır dağılır ölkədən. Amma hər halda reallığa bənzəyən rəqəm Venezuela əhalisinin 28-30 milyon arasında olduğunu göstərir. Ərazisi də Azərbaycandan təxminən 10 dəfədən biraz artıq çoxdur. 900 min kvadrat kilometrdən artıqdır. Azərbaycanda bu 86 mindir, amma orada biraz artıqdır, 900 mindən də çox. Yəni 10 dəfədən də çox Azərbaycandan böyükdür, əhalisi də 3 dəfə artıqdır. Və hakimiyyətdə olan həmin o Birləşmiş Sosialist Partiyasının müxtəlif mülahizələrə görə üzvlərinin sayı 4,5 milyondan 7,5 milyon nəfərə qədər göstərilir. Belə yazılıb. Təxminən orada 1-2 saatlıq əməliyyat oldu da, Amerika Birləşmiş Ştatlarının təcavüzü nəticəsində 1-2 saatlıq hərbi əməliyyat çox qısa sürətlə baş verdi. Çünki orada insan ölümü oldu mu, olmadı mı, bu barədə də elə bir ətraflı məlumat yoxdur. Olubsa da çox hər halda baş vermiş hadisənin miqyasına görə çox cüzi. Biz 7 milyon və 7,5, 4,5 dedim, ortaq rəqəm götürək, 5 milyon üzvü olduğu deyilən hakim partiyanın böyük kütlədir, 5 milyon, 30 milyon əhalisi olan bir ölkədə 5 milyon bir partiyanın üzvünün olması, əhalinin yarısını götürsək, yəni seçici yaşında olan əhalinin təxminən belə deyək də 15 milyon əhalinin 5 milyonu nədir? 30%. Yəni 20 yaşından yuxarı əhalinin 30%, təxminən 25-30% bir hakim partiyanın sıralarına yazılıb 1/3. Amma hardadır o partiya? Onun həmin bu təcavüz ərəfəsində və yaxud bu təcavüzdən sonra hər hansı bir göstərilərini siz qeydə ala bilmisinizmi gözlərinizin qarşısında? Niyə yoxdur? Niyə dərhal əriyib, səpələnib, yox olub? Necə olub bu? Çünki bu partiya saxta statistika əsasında sayı göstərilən və cəmiyyətə o əzəməti, o zəhmi yedizdirmək üçün uydurulmuş bir rəqəmdir. İkincisi, heç bir ideologiya yoxdur axı. O yerdə ki, korrupsiya var, o yerdə ki, korrupsiya ölkəni, mən dövləti demirəm, ölkəni idarə etmək üçün əsas metodlardan, əsas idarə etmə üsullarından biridir. Orada heç bir ideologiya mümkün deyil. Siz insanlara yalandan vətənpərvərlik dərsi falan keçə bilərsiniz. Siz insanları saxta vətənpərvərlik şüarları ilə beyin terroruna məruz qoya bilərsiniz. Amma bu sadəcə olaraq insanlara qarşı, həmin ölkənin insanlarına qarşı ağır cinayətləri həyata keçirmək üçün gərək olan ideoloji terror elementidir və ideologiya deyil. Bax, Venezuela nümunəsi bir daha onu göstərir. Onların yapı olmadı. Yoxdur yəni. Bu boyda ölkə üçün mühüm, ölkənin taleyi üçün çox əlamətdar, çox ibrətamiz hadisələr baş verir. Amma 5 milyonlu bir partiyanın cınqırı da çıxmır. Yoxdur.
ortalıqda. Buradan nə görünür bilirsinizmi? Birincisi, həmin o Venezuelanın yapı, Venezuelanın maraqları, mənafeləri, Venezuela dövlətinin strateji əsasları və maraqları naminə yaradılmış bir partiya deyil, elan edilmiş bir partiya deyil və olmayıb. Birincisi, bu nəticə çıxır. İkincisi, bu partiya diktatorun, həm də korrupsioner bir diktatorun özünün ətrafında o zəhm və əzəmət illüziyasını yaratmaq üçün istifadə etdiyi saxta statistik göstəricidən başqa heç nə olmayıb. Mən bilmirəm, siz indi məni izləyən, bu söhbəti dinləyən neçə nəfər YAP üzvlərinin siyasi mənsubiyyətinin hansı inzibati alətlərlə müəyyənləşdirildiyi ilə bağlı təsəvvürlərin sahibidir. İş yerində, yəni adamları gedib adını zorla yazırlar, sən üzv olmalısan partiyaya, ayda da maaşından 1% mi, yaxşı neçə faiz mi üzvlük haqqı verməlisən və bu zaman o insanların həmin zorla üzv yazdırıldıqları bu partiyaya, dəxli yox, hakimdir, qeyri-hakimdir və yaxud bufer partiyadır, ideoloji siyasi əsaslarına nə dərəcədə bağlı olduqları ilə kimsə maraqlanırmı, yoxsa yox? Yəqin ki, belə məsələlər yoxdur və Venezuela diktatorunun, mən demirəm, bütün Venezuela xalqının Amerikan təcavüzü adlandırılan bu prosesə qarşı dirənişi, mən məhz Venezuela rejiminin uzun illər cinayət müstəbisi, cinayət platforması olan, onların təbirincə desəm, ideoloji platforması və ideoloji əsası olan bir partiyanın cınqırı belə çıxmır, ortalıqda yoxdur. Bu partiyanın heç bir funksioneri, bu partiyanın heç bir kütləsi, heç bir kütləvi epizodu yoxdur ortalıqda, çünki ideologiya yoxdur, ideya yoxdur. Korrupsiya varsa orada ideya ola bilməz. Əvəzində biz çoxlu mənzərələri görmüşük Venezuelada, elə dünən axşamdan başlayaraq bu cür diktatura rejimlərinin ən müxtəlif səbəblərdən devrildiyindən sonra baş verən mənzərələri, yaranan mənzərələri orada da müşahidə edirik. Bu, necə ki Suriyada görmüşdünüz, heykəl aşırmalarını orada da baş verir. Rejimin, bütpərəst bir rejimin özü üçün və kütlələr üçün daha çox, kütlələr üçün həm xof, həm ideoloji baskı, həm də bayaq dediyim o beyin terroru, müşahidə terroru elementi kimi Venezuelanın hər yerinə əkdiyi və dikdiyi heykəllərin uçurulması prosesi başlayıb. Bu Venezuela xalqının təpkisidir, münasibətidir. O xalq orada baş verən hadisələri necə qiymətləndirir və niyə belə qiymətləndirir? Kimi bir mühakimə düzəldə bilməzsiniz, dəyərli izləyicilər. Zaten mən sosial şəbəkələrdə və yaxud beynəlxalq mətbuatda da çox rast gəlmişəm. Bir neçə il bundan əvvəldən başlayaraq Venezuela rejiminin devriləcəyi və ona divan tutulacağı ilə bağlı çox net, korrekt ekspert mülahizələri var. Var da yazılıb yəni bütün bunlar. Yəni sanksiyalar elə-belə öz-özlüyündə bir tətbiq olunmuyor. Təbii sanksiyalardan insanlar da əziyyət çəkir. Mən bu günlərdəki söhbətlərimin birində dedim ki, Azərbaycan cəmiyyəti çox sadəlöv bir düşüncənin daşıyıcısıdır ki, əgər İlham Əliyevə qarşı sanksiyalar tətbiq olunsa, bu avtomatik olaraq onun rejiminin zəifləməsinə gətirib çıxaracaq. O qədər də belə deyil. Və əsaslandırmışdım da ki, bütün fəlakətlərin start durumunda İlham Əliyevin rejimi, komandası bütün Azərbaycan xalqından daha güclü mövqelərə, daha güclü resurslara sahibdir. Onun pulu var, onun mütəşəkkil cəza və idarə etmə dəstələri var, onun beynəlxalq əlaqələri var, onun yerli agentura şəbəkəsi var. Bütün bunların, indi burada saymadığım, onlarla belə müxtəlif parametrlər üzrə bunlar hamısı İlham Əliyevin resurslarıdır, elədirmi?
Amma Azərbaycan xalqının hansı resursları var və yaxud da ola bilər? Azərbaycan xalqının bir resursu ola bilər korrupsiyaya və diktaturaya qarşı, o da dərk olunmuş kütləvi həmrəylikdir. Və dərk olunmuş kütləvi həmrəyliyin əsasında yaranmış bir hərəkatdır. Bu resurs doğrudur, İlham Əliyevin və yaxud ümumiyyətlə hər hansı bir başqa ölkədə bənzər diktaturaların bütün resurslarını üstələyən bir gücə və enerjiyə sahibdir. Amma o qədər də rahat yaranmır və yaxud bu cür rejimlərə qarşı tətbiq olunan sanksiyaların qarşısında dərhal yaranmır. Ona görə də tamam bu Venezuelaya qarşı sanksiyalardan Venezuela xalqı daha çox əziyyət çəkdi, nəinki Maduro fikrində də bir həqiqət var. Hələ Venezuela cəmiyyəti kimi mübarizə ovqatı daşıyan bir cəmiyyət, çünki biz həmin bu müddətlər ərzində orada əlbəttə repressiyaları, dövlət terrorunu falanları müşahidə ediriksə, eləcə də küçə və meydanlarda o cəmiyyətin müthiş etiraz görüntülərini zaman-zaman görmüşük. Amma gücü çatmayıb cəmiyyətin. Gücü çatmayıb, çünki mütəşəkkil cəza dəstələri o rejimin əlində, pul, para o rejimin sərəncamında, bütün inzibati rıçaqlar onun potensialı daxilində müsəlləh bir ordu kimi rejim dəstələri, amma cəmiyyət də heç sadəcə olaraq belə ideya və həmin o resursları üstələyəcək qədər böyük gücə çevrilməyən ictimai enerji. Və bu proseslərdən Azərbaycan xalqının çıxarmalı olduğu ən böyük nəticə elə ondan ibarətdir ki, diktaturaya və korrupsiyaçı rejimlərə qarşı qoyulan kütləvi iradə həmin diktatura rejimini daşıyan, onun üzərində hakimiyyətini bərqərar edərək yürüdən bir cinayətkar dəstənin bütün resurslarının məcmusundan daha artıq olmalıdır. Bunu yadınızda saxlayın, dəyərli izləyicilər. Amma Venezuela xalqı əlbəttə sevinir və sevinəcək. Niyə sevinir? Sevinəcək. Ona görə ki, hətta Amerikan təcavüzünü bir pislik adlandırsanız belə, onlar da, Venezuela cəmiyyəti də onu bir pislik adlandırsa belə, həmin cəmiyyətin baxışlarına görə Maduro rejiminin Amerika təcavüzündən daha artıq pislik kimi qiymətləndirdiyi bir fakt baş verir. Onlar bunu belə qiymətləndirirlər. Venezuela əhalisi yəni belə qiymətləndirir. Uzun illər ərzində o xalqın aclığı, səfaləti, ölkəni tərk etməyə, ölkədən didərgin düşməyə vadar eləyən milyonlarla insandan söhbət gedir. Baskıları o qədər böyük pislikdir ki, bir başqa ölkənin təcavüzü kimi baş verən pislik daha böyük məmnuniyyət kimi qarşılanır. Daha əlamətdar bir məmnuniyyət kimi qarşılanır ki, nəhayət bu qorxulu film başa çatdı. Bunları demək istədim. Venezuela hadisələri ilə bağlı dəyərli izləyicilər. Hər halda əlbəttə sizin də özünüz üçün çıxara biləcəyiniz nəticələr, gələ biləcəyiniz qənaətlər var və müzakirə edin bu məsələləri. Salamat qalın.